97 santimetre bunun uzunluğu. Bu Qırğızstanın avangard sortudur. Tez yetişen sortu. Öz vətənində 1 hektardan 110-120 sent məhsul verir. Yetişmə müddəti 104 gündür. Bazı illərdə isə 107 gün olur. 107. Misal üçün indi bunun yetişməyinə təqribən nə qədər qalıb? Təxminən bu yetişəcək avqust ayının 24-25-ində. Bu sortun bir xüsusiyyəti var. Bir toxumundan 7 deməli sümbül verməyə meristimal liflər bölünür, məhsul verməyə qadirdir. Əgər torpaq şəraiti yaxşı olsa, bizim şəraitdə 4 dənə sümbül. Bir toxumdan 4 sümbül verir. Deməli, burada törədici liflər çox güclüdür. Deməli, 5 dənə toxum qoysan 20 dənə verəcək. Bəli, əgər torpaq, məhsuldar torpaq olsa. Çünki bunun liflərindən, düyünlərindən meristimal... Misal üçün, indi burada necədir? Yerə kəsərsən, baxarsan da. Sən necə ştil əkmişdin? Sən əkmişsən əgər 5 dənə 10 dənə təqribən. Yox, indi bax neçə dənə var? Yox, təqribən demə, dəqiq deyinən. Dəqiq oxum mən onu bilmirəm, onu qadınlar əkiblər. Eləsi var 5 dənə, eləsi var 7 dənə, 8 dənə. Mən az amma vurmuşam. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə burada var. Əgər 5 əkibsə, deməli 4-ü 2 dənə sümbül verir. Az verib biraz. Yox, çox verib. Deməli torpaq əgər tam münbit olsaydı, bu verərdi 9 yox 15-16 verər. Və yaxud da gübrələnmə vaxtında getsəydi. Gübrələnmə bunu 3 müddətdə tələb edir. Amma bizim zonada 3 dəfə gübrələnmə vermir. Birinci doza 50%, ikinci doza 30%, üçüncü doza 20%. Sən bir gündə bir dəfəlik verir, o su aparır, o torpağı yiyir. Amma sən arxayın olursan ki, mən bu qədər gübrə vermişəm. Əksinə bunu hansı gübrə buna görə? Azot? Fosfor lazımdır bir dəfə. Fosforu vermək lazımdır qış dövründə. Fosfor olmasa bu məhsul sum altına yerə düşür. Həm də bu boş dənil olması torpaqda fosforun çatışmamazlığıdır. İndi sən boş dənil olub bilmək olar indi ya yox indi? Bəli, bilmək olar. Bu sümbüldə bir dənə, 2 dənə var. Bu sümbüldə 2 dənə boş dən var. İndi bunun səbəbi ya tozlanma və düzgün getməməsidir, tozlanma çatışmır. Bu çaldı elə bitkidir. Həm özü tozlanır, həm də çarpaz. Çarpaz tozlanan bitkidir. Məsələn, bunun bir dənə də üstünlüyü ondadır ki, sədridə olur bizdə 70, 90, 70, 100 arasında Haşimi sədri sortlarında. Amma bunda isə 200-ə yaxındır. 175, 190 toxum olur. 190 neçə dənə saymışam bayağı. Özü də bundan bir xüsusiyyət var. Bunu sərçə yeyə bilmir. Niyə sərçə yeyə bilmir? Bığcığı var. Ona görə ki, onun boğazında qalır. Nadir, bu bizim hansı sortdur bu? Bu avangarddır. Qırğızstan avangard. Bu nə qədər əkmişsən, bir ləkdir? Təqribən bir sutka yarım bundan əkmişəm. Yaxşı da məhsuldardır. Oradan bura qədər bu toxumdur. O zaman fərqlənir də özü də onlardan. Onun rəngi elə bil ki, o birlərindən... Bu tez yetişəndir. Özdə bunu ən üstün cəhət, həm tez yetişir. Deməli, bizdə payız yağışları başlamamızdan əvvəl ikinci ən yüksək xüsusiyyəti bunu sərçə vəhşi quşlar yeyə bilmir. Çünki qalır onun boğazında yeyə bilmir. Tez gec əkmək var. Yəni bu tez əkisədir bu. Misal üçün biz əkmişdik iniş ili may ayının 12-sində. Amma yığdı avqustun 17-sində. Yaxşıdır da, yaxşı. İndi Nadir müəllim, sənin əkdiyin sortlarla bunun fərqi. Məsələn, bunu demirəm, hökmən təriflə bunu, yox. Yəni belə nədir? Bu məhsullardan çoxdur. Bir dənə hələlik bir dənə üstün cəhəti bunun budur ki, məsələn, onu sayanda təqribən 80-90 dənə dən. Onda isə 2 dəfə ondan artıqdır. Çoxdur. Hə, 2 dəfə artıqdır. Yəni 200-ə yaxın. Yıxılmağı zadı. Hələlik yıxılma fikri bunun yoxdur. Mənə elə gəlir, çünki bunun gövdəsi həddindən artıq qalındır. Çox bərkdir. Ayaq üstə dayana bilir. Amma elə toxunmasan sədri həddindən artıq gövdəsi nəzik olduğu üçün tez yıxılır. Bunda isə gövdə çox belə